Salam əziz izləyicilər. Düşün bir ölkə var, amma onun ordusu yoxdur. Tanklar, qırıcı, təyyarələr, əsgərlər heç biri yoxdur. Bugünkü videoda sizə ordusu olmayan 10 ölkəni tanıdacağıq. Onlar bu seçimi niyə etdilər? Təhlükəsizliklərini necə təmin edirlər? Gəlin birlikdə öyrənək. İslandiya Avropanın şimalında yerləşən təbii gözəllikləri və sabit cəmiyyəti ilə tanınan bir ölkədir. 1944-cü ildən bəri tam müstəqildir, amma heç vaxt daimi orduya sahib olmayıb. İslandiya NATO üzvüdür. Buna görə də müdafiəsi təşkilat çərçivəsində həyata keçirilir. Əsas təhlükəsizlik funksiyalarını sahil mühafizəsi, xüsusi təlim görmüş polis qüvvələri və beynəlxalq əməkdaşlıqlar yerinə yetirir. Kosta Rika, Mərkəzi Amerikada yerləşən bu ölkə 1948-ci ildə vətəndaş müharibəsindən sonra ordusunu ləğv edən ilk ölkələrdən biri oldu. 1949-cu ildə qəbul edilən konstitusiyada açıq şəkildə yazılıb: daimi ordu yoxdur. Ən sabit və sülhpərvər ölkələrdən biri kimi tanınır. Liechtenstein 1868-ci ildə ordu saxlamanın iqtisadi baxımdan əlverişsiz olduğunu düşünərək ordudan tamamilə imtina edən bu kiçik Avropa ölkəsi müdafiəsini İsveçrə ilə əməkdaşlıq çərçivəsində həyata keçirir. Liechtensteinin yalnız polis və təhlükəsizlik xidmətləri mövcuddur. Lakin ölkə hər hansı bir təhdid olarsa konstitusiya əsasında müvəqqəti ordu yarada bilər. Vatikan dünyanın həm ən kiçik, həm də ən xüsusi statusa malik dövləti olan Vatikanın rəsmi ordusu yoxdur. Papanın və müqəddəs ərazilərin təhlükəsizliyi İsveçrə qvardiyası tərəfindən qorunur. Əlavə olaraq İtaliya ilə bağlanmış razılaşmalar sayəsində ətraf təhlükəsizlik təmin edilir. Monako, Fransa ilə Aralıq dənizi sahilində yerləşən zəngin bir knyazlıqdır. Bu ölkənin dövlətə məxsus ordusu yoxdur. Daxili təhlükəsizlik polis və mühafizə qüvvələri tərəfindən təmin olunur. Monakonun müdafiəsi isə Fransa ilə bağladığı hərbi müqavilələr əsasında həyata keçir. Palau Sakit Okeanda yerləşən kiçik ada dövlətidir. 1994-cü ildə müstəqillik qazandıqdan sonra ABŞ ilə Azad İttifaq müqaviləsi bağladı. Bu razılaşmaya görə Palau ordu saxlamır və əvəzində müdafiə ehtiyaclarını ABŞ təmin edir. Mikroneziyada Palau kimi ABŞ ilə eyni tip razılaşma imzalayıb. Bu ölkədə ordu saxlamır, lakin daxili təhlükəsizliyi polis və mülki qüvvələr yerinə yetirir. Xarici müdafiə isə tamamilə ABŞ məsuliyyətindədir. Marshall Adaları Sakit Okeandakı daha bir ada dövlətidir. 1986-cı ildə ABŞ ilə müqavilə bağlayaraq öz hərbi qüvvələrindən imtina etdi. ABŞ bu ölkənin hərbi müdafiəsinə cavabdehdir. Ölkə daxilində isə yalnız mülki təhlükəsizlik qüvvələri mövcuddur. Nauru dünyanın ən kiçik ölkələrindən biri olan Nauru'nun daimi ordusu yoxdur. Əhalisinin sayı 10 mildən azdır. Ölkənin təhlükəsizliyi əsasən Avstraliya ilə əməkdaşlıqla qorunur. Yalnız kiçik polis qüvvələri fəaliyyət göstərir. San Marino Avropanın ən qədim respublikalarından biridir. Ordusu yoxdur, amma simvolik və tarixi hərbi dəstələr saxlayır. Mühafizəçilər, arxibəylik ordusu və s. bu birliklər əsasən mərasim və dövlət tədbirlərində iştirak edir. Əsas təhlükəsizlik isə polis tərəfindən qorunur. Bu ölkələrin hər biri sübut edir ki, sülhə, ordu ilə deyil, mədəni diplomatiya, sabitlik və güclü beynəlxalq əlaqələrlə nail olmaq mümkündür. Bəs siz necə düşünürsünüz? Sizcə daha çox ölkə bu yolu seçə bilərmi? Şərhlərdə fikirlərinizi bölüşün və videonu bəyəndinizsə like edin.